Psixoterapiya seanslarına çox zaman bir sualla başlayırıq. Niyə? Niyə bənzər münasibətləri təkrar-təkrar yaşayıram? Niyə heç nə üçün motivasiyam yoxdur və hər şey mənasız gəlir? Bu suallarla terapiyaya başlayan fərdlər zaman keçdikcə bu emosiyaların və davranışların haradan gəldiyini anlamağa başlayırlar. Daha sonra isə terapiyada yeni mərhələyə keçirik. İndi isə diqqətimizi keçmişdən bu günə və gələcəyə yönəldirik. Artıq sual dəyişir. Necə? Necə daha dərin və mənalı əlaqələr qura bilərəm? Necə passivlikdən çıxıb həyatımda aktiv rol ala bilərəm? Bu mərhələdə artıq insan keçmişin fərqindəliyi ilə bu günü və gələcəyi seçimləri ilə formalaşdırmağa başlayır. Yəni dəyişim başlayır. Terapiya zənn edildiyi kimi qısa və sehirli bir toxunuş deyil. Mərhələli, bəzən isə yorucu və zəhmətli bir yoldur. Öncə fərqindəlik gəlir, sonra isə dəyişim. Məqsəd isə sadəcə keçmişi başa düşmək deyil. Keçmişi anlayaraq bu gün fərqindəlikli və şuurlu seçimlər edə bilməkdir.